Başında tacı, meyvələrin şahı, min bir dərmanı nar. Göyçayda yazın ilk aylarından etibarən kəndlilərin sevgi və zəhmətlə qulluq etdiyi bu qiymətli meyvə artıq satış üçün hazırdır. Rayonun demək olar ki, bütün kəndlərində nar yığımına start verilib. Qadınlar səhər tezdən vedrələrini götürüb bağlara yollanırlar. Yazdan payıza qədər kəndlilər bağlarda əllərindən gələni ediblər ki, məhsul bol, keyfiyyətli və bazar yararlı olsun. İndi isə aylarla zəhmət çəkdikləri, yetişdirdikləri meyvəni ehtiyatla, zədələnmədən, budağa zərər vermədən yığırlar. Kişilər isə əsasən ağır işləri, yükləmə və daşınmanı həyata keçirirlərsə, yığım prosesinin səliqə və diqqət tələb edən hissəsini qadınlar yerinə yetirirlər. Hər il olduğu kimi nar bağında işləyirik. Yazdan başlayır bizim nar bağımız. Su varması, yaşıl budaması, quru budaması, dərmanlaması, nar ağaclarının arasının traktorlarla təmizlənməsi, hər bir işlər. Ümumiyyətlə nara deyirlər, nar asandır, amma asan deyil. Narın da öz özəlliyi odur ki, gözəl qulluq sevir, bəli. Biz nara gözəl qulluq da eləyirik. Bir-bir ağaclardan dərilən meyvələr əvvəlcə vedrələrə, daha sonra sahədə gözləyən traktorların qoşqularına yüklənir. Proses sadə görünsə də, kifayət qədər diqqət və zəhmət tələb edir. Göyçayda narın bir neçə növü mövcud olsa da, amma əsasən kəndlilər fermerlərin narın gülövşə sortuna üstünlük verirlər. Çünki gülövşə növ nar həm yerli, həm də xarici bazarlara rahatlıqla çıxarılır. Eyni zamanda sərfəli qiymətə satılır. Ötən illə müqayisədə bu il qiymətlər fermerləri qane etsə də, məhsuldarlığın aşağı olması ürək açan deyil. Biz onu elə yığırıq ki, məsələn, ağacı zədələmədən, ondan nətər deyim, özünün məsələn, məhsulun təmiz dərib, məsələn, keyfiyyətlə yığırıq. Ağaclardan dərilən nar əvvəlcə bağdan daşınır, daha sonra çeşidlənərək qablaşdırılan məhsulun birinci növü xarici bazarlara göndərilmək üçün iri tutumlu maşınlara yığılır. Xarici bazarlarla yanaşı Göyçay narına və ondan hazırlanan məhsullara yerli bazarda da kifayət qədər alıcı marağı var. Günün istənilən saatında bazara gələnlər əsasən nar və nar məhsulları almağa gəlirlər. Bazarda narın növünə, ölçüsünə və rənginə görə qiymətlər fərqlənir. Əsas tələbat şirin bala mürsəl, şıxa bala, vələs və gülövşə sortlarındadır. Qiymətlər 60 qəpikdən 8 manata qədər dəyişməkdədir və son günlər bahalaşma müşahidə olunur. Şirə zavodları da məhsul qəbuluna başlayıb. Xatırladaq ki, narçılıq Göyçayda kəndlilərin əsas gəlir mənbəyidir. Xüsusilə Bığır, Alxasava və Qarayazı kəndlərində bu sahə daha çox inkişaf edib. Hazırda rayonda minlərlə hektar nar bağı mövcuddur. Hər il yeni tinglər əkilir. Qeyd edək ki, Göyçay narı zəhmətin, halal ruzinin və bolluğun rəmzidir. Bugün Göyçay narı Azərbaycanın hüdudlarını aşaraq dünyanın bir çox ölkələrinin süfrəsini bəzəyir. Elvin Qudratova, Aqil Əsədov, Həcər Əsənova bugün informasiya proqramı üçün.